Yalnız bir xarici ölkə ilə həmsərhəd olan inzibati rayonlar bəndlərimizə nəzər salaq. Balakən, Füzuli, Orduba. Balakən 2, həm Gürcüstan, həm də Rusiya ilə sərhəd olduğundan bu bir xarici ölkənin həmsərhəd sayılmır və ona görə bəndimiz yanlışdır. Qusar yalnız Rusiya, Qəbələ yalnız Rusiya, Saatlı isə ümumiyyətlə sərhədə malikdir. Ona görə bu bəndimiz yanlışdır. Biləsuvar İran, Şahbuz Ermənistan və Oğuz isə Rusiya ilə həmsərhəddir və bizim bəndimiz artıq buradan göründüyü kimi Biləsuvar, Şahbuz və Oğuz bəndidir. Digər bəndlərimizə də nəzər salaq, səhv bəndlərimizə. Beyləqan yalnız İran, Şaqatala həm Rusiya, həm Gürcüstan olduğu üçün ona görə bunu bəndlərimizə sala bilmərik. Y bəndində digər bənddə isə Cəbrayıl yalnız İranla, Ağstafa həm Ermənistan, həm Gürcüstanla sərhəd olduğu, eyni ildə Qax da həm Gürcüstan, həm Rusiya sərhəd bu da bəndimiz ola bilməz. Dediyimiz kimi doğru bəndimiz Biləsuvar, Şahbuz və Oğuz oldu.